Salam əziz dostlar. Quran-ı Kərimdə Allah deyir ki, elə 2-ci surədə, Fatihə surəsindən sonra, Bəqərə surəsində deyir ki, bu kitab elə bir kitabdır ki, bunda şübhə yoxdur və muttaqilərə hidayət qaynağıdır. Hudənlil muttaqin deyir. Muttaqilərə hidayət qaynağı. Muttaqi nə deməkdir? Muttaqi həm Allaha iman edən, Allaha inanan, dinə inanan, dinin şərtlərinə inanan və ona əməl edən deməkdir, muttaqi. Deməli, Allah burada nəyi demək istəyir, nəyi vurğulayır? Bir müsəlman ancaq Qurandan istifadə edə bilər. İndi nə qədər orientalistlər var, Quranı araşdırırlar, onun haqqında rəylər yazırlar. Bunların heç biri bizə bir əsas vermir ki, biz onların sözlərini dinləyək və iradlarını qəbul edək. Çünki Quran başda deyir ki, ona inanan, ona əməl edənlər üçün bir hidayət qaynağıdır. Məsələn, çox maraqlı bir örnək var. Deməli, kainatın genişlənməsi ilə əlaqəli bir ayət var ki, yəni Allah deyir, göyləri qüdrətimizlə biz qurduq və şübhəsiz onu biz genişlətməkdəyiz. Belə bir ayət var. Kainatı Allah genişləndirdiyini deyir. Və elm dünyası bunu 1929-cu ildə Edwin Hubble tərəfindən ilk dəfə kəşf eləyir. 1929-cu ildə bu kəşf olunur. Amma görürsünüz ki, burada çox elmi bir yanaşma və dəqiq bir məlumat var. Və əsrlər öncə verilmiş bir məlumatdır. Amma iman etməyən bir insan buna yenə bəhanə tapır. Deyir, yox, nə bilim, zaten göy üzünə baxanda elə bir şey demək olar filan. Amma bu apaçıq dəlildir, yəni. Elə bir şeydir ki, əsrlər öncə deyilmiş qəti bir qərardır. Qəti bir qənaətdir ki, göyü biz qurduq, onu biz genişlətməkdəyiz. Yəni, davamlı genişləyir. Və bu 1929-cu ildə kəşf olunur. Məncə, bax, bu sadə bir dəlil belə insanın inanmağına, Quranın bir möcüzə olduğunu və ya Allahın kitabı olduğunu qəbul eləməkdə yetərlidir. Amma dediyim kimi, bunu qəbul eləmək üçün insan o inadından, o təəssübündən vaz keçməlidir. İndi mən bəzi inkar edən insanlar haqqında, bəzi ateistlər haqqında az məlumatlar vermək istəyirəm. Məşhur ateistlərdən, məsələn, Cəlal Şəngör deyir ki, bütün kainatın təsadüfən öz-özünə yarandığını deyir. Və bunu bir dəlil gətirmir. Deyir ki, bütün kainat təsadüfən öz-özünə yaranır. Yəni, bu inanır buna. 2. Bu ateistin adını bilmirəm. Kainat öz-özünə heçlikdən yarandığına inanır. Bu da bənzər bir şeydir. Üçüncüsü, məşhur fizik. Vəfat etdi bu. Stephen Hawking. Bu da məşhur İngilis fizikidir. Bu xəstə şeydə olan, əlil arabasında olan insan, çox məşhur fizikçidir. Bu da deyir ki, kainatın qravitasiya qüvvəsi sayəsində öz-özünü yoxluqdan yarada biləcəyinə inanır. Və məşhur başqa bir ateist, Richard Dawkins olmalıdır. Allahı inkar etmək üçün canlı həyatın yad planetlər tərəfindən yaradıldığı fərziyyəsinə inanır. Bu ən məşhur ateistlərdir. Ən sonuncu Richard Dawkins, bu məşhur bioloqdur, yəni.
Əziz dostlar, gördüyünüz kimi bu məşhur ateistlərin hamısının o teorilərinin sonunda inanırdı sözü var. Yəni bunlar da inanırdı. Yəni bu da bir inanc məsələsidir. Belə bir şeyə inanırlar. Dolayısıyla məncə bunu belə şeylərə inanmaqdansa elə Allaha inanmaq, onun kitabına inanmaq daha məntiqlidir, daha məqsədə uyğundur. Bununla bağlı başqa bir məqama toxunmaq istəyirəm. Deməli, bir Facebook istifadəçisi tam kanalın adını verməyəcəm, amma uzun bir yazı yazır. Maraqlı bir faktdır, elmi bir faktdır. Kiçik bir siçan balın şirin qoxusuna və pətəyin isti havasına aldanaraq yemək və ya sığınacaq tapmaq ümidi ilə arıların yuvasına yaxınlaşır. Lakin bu maraqlı cəhd çox vaxt onun həyatının sonu olur. Çünki arılar evlərində dəvətsiz qonaqları əsla xoşlamazlar. Xoş qarşılamazlar. Arılar siçanın varlığını hiss edən kimi pətəklərini qorumaq üçün hücuma keçirlər və onu öldürənədək sancırlar. Maraqlıdır. Amma əsas məsələ siçan öldükdən sonra başlayır. Çünki onun cəsədi arıların daşıya və ya pətəkdən çıxara bilməyəcəyi qədər böyükdür. Məhz bu anda arıların fitri, instinktiv zəkası işə düşür. Çürüyən bədənin yayacağı iy və mikrobların koloniyaya zərər verməsinin qarşısını almaq üçün arılar təbiətin onlara bəxş etdiyi, altına xətt çəkirəm, təbiətin onlara bəxş etdiyi möcüzəvi bir maddədən istifadə edirlər, propolis, yəni arı saqqızı. Çox faydalı bir şeydir. Ağac qatranı və mumdan hazırladıkları bu maddə təbiətin möcüzəvi qoruyucusudur. Təbiətin. Antibakterial və göbələk əleyhinə xüsusiyyətlərə malikdir, rütubətin və çürümənin qarşısını alır, zərərli mikroorqanizmlərin yayılmasının qarşısını alaraq cəsədi pətəyin qalan hissəsindən tamamilə təcrid edir. Arılar siçanı qat-qat propolislə örtür, sanki onu bir lahit içində həbs edirlər. Beləcə cəsəd çürümədən, qoxu yaymadan və pətəyin sağlamlığını təhdid etməkdən zamanla quruyur. Etmədən. Bu qeyri-adi davranış göstərir ki, arılar təkcə çalışqan deyil, həm də təbiətin balansını qorumağı bacaran müdrik varlıqlardır. Müdrik varlıqlar. Onlara pətəkdə nizamı və təmizliyi necə qorumağı öyrədən şey isə doğuşdan gələn o yanılmaz instinktləridir. Əziz dostlar, burada elmi bir məqalə saymaq olar, elmi bir yazı saymaq olar. Amma mən demək istəyirəm ki, burada bizim elm insanlarının yanıldığı nöqtələr var və ya cəsarət edib də bunu Allahın yönləndirdiyini deyəndə sanki bu elmlikdən çıxmış kimi sayırlar. Halbuki desək ki, Allah bunlara bir yön verir, bunlara Allah sövq edir və ya bunların Allahın verdiyi instinktlərlə hərəkət edir demək, onu elmlikdən çıxartmır. Yenə eyni şeyləri yaza bilərsiniz. Amma bu vəziyyətdə sanki arı müdrik bir varlıqdır, arı düşünür. Arı əgər müdrik bir varlıq olsaydı, o illərlə elə bal düzəldib və onu daha da inkişaf elətdirib başqa bir şey eləmir və ya onun ticarətini eləmir və ya hər nəysə. Demək istədiyim odur ki, elmi məqalələrdə və ya araşdırmalarda bir şeyi Allah yaratdı demək, Allah sövq etdi demək, onu elmlikdən çıxartmır. Bunu məncə cəsarət edib demək lazımdır. Və məncə bunu demək onun elmiliyini azaltmır, tam tərsinə onu daha məntiqli bir əsasa dayandırır.
Hətta bəzən mən görürəm ki, sadəcə bu arı canlıdır. Arı üçün Quranda ayrıca bir surə də var. Arılarla bəhs eləyən, onlara Allahın ilham verdiyini deyən və ya qarışqalar üçün də başqa bir surə var. Yəni bunlar Allahın sövq etdiyi canlılardır. Siz ona müdrik desəniz, məntiqdən kənara çıxmış olarsınız. Və ya təbiət verdi demək də, təbiətin özünün ağlı varmı ki, ona bir ağıl versin və ya yönləndirsin. Və ya mən bunu sadəcə deyək ki, bunlar canlılardır, bəlkə onlarda bir instinkt var, amma bu cansızlarda necə olacaq bəli? Cansızlardakı bu qanuna uyğunluq, nizam, intizam, onu nəyə veririk bəs? Əgər elmi yanaşırıqsa, elm o qanunları kəşf eləyirsə, onu yaradanın olmağını demək, onu elmilikdən uzaqlaşdırmır, sadəcə olaraq daha əsaslı edir. İslam mədəniyyətində, İslam tarixində elmlə din heç vaxt bir-birinə qarşı gəlmir. Elmlə din bir-birini dəstəkləyir. Ona görə biz bunu Allah yaratdı, arıya Allah ilham verdi deməklə elmilikdən uzaqlaşmırıq. Xristianlar bəlkə və ya başqa dinlərdə bu ola bilər, amma İslam dinində elm hər zaman dinlə əl-ələdir.